qaydasını deyəcəm. Birinci öyrənək ki, z-r-ə z-r-ə nə deməkdir? Deməli, z-r-ə z-r-ə haradasa nəsə, kimsə var, yoxdur. Deməli, yəni burada demək istəyirəm ki, nə isə harada olduğunu bildirir. Deməli, deməli biz z-dən sonra ismi təkdə öyrənəcəyik və z-dən sonra ismi cəmdə öyrənəcəyik. İndi baxaq. Bu deməli biz z-dən z-ın quruluşunu bilmək istəsək, belə deyə bilərik. Z-is və yaxud z-ar üstə gəlsin isim də deyə bilərik. Unutmayın, z-isdən sonra nə gəlirsə gəlsin, o cümlədə mütləq bir dənə belə olsa isim olmalıdır. Çünki biz z-dən z-arı ən birinci gələn ismə baxıb yazırıq. Amma elə hallar olacaq ki, sonuncu ismə baxıb yazırıq. Hər nəsə. Deməli, indi ikinci də belə, yəni onun ətraflı formasını deyə bilərik ki, z-is və yaxud z-ar üstə gəlsin sifət, üstə gəlsin isim, üstə gəlsin yer zərfi, üstə gəlsin zaman zərfi. Hə, indi bu bitdi. Demək, biz z-dən sonra, z-ardan sonra demişdik ki, mütləq isim gəlməsə də olar da. Mən deyə bilirəm, z-dən sonra isim təkdədirsə, ismin qabağında və yaxud ən artikelləri işlətməliyik. İndi və yaxud da ən biri bizim z artikelimiz qaldı. Onda biz z artikelini da işlədə bilərik. İndi məsəl üçün baxaq. Sinif otağında bir müəllim var. Z-is, yəni biz z-dən z-ar təsdiq cümlədə olduğuna görə mən birinci qoyuruq z-is, ondan sonra teacher yazıb, ondan sonra z-is teacher cəld yazanmaraq axı. Biz demişdik ki, z-dən sonra gələn isim təkdədirsə, yəni sayılan təkdə, sayılmayan tək olsa yazmırıq da, özünüz bilirsiniz. Çünki sayılmayan qaydası da qabağında gəlməz. Hə, deməli sayılandırsa, yəni sayılan təkdirsə, biz onun qabağına artikel yazmaq. Onda deməli biz z-is teacher yazarıq. Ondan sonra z-is teacher, ondan sonra olur in. Yəni biz sualımız belə qurmuşduq da, sinif otağında bir müəllim var. Yəni harada bir müəllim var? Yəni sinif otağının içində bir müəllim var da. Yəni bizə bunun dəqiq yeri verilib. Yəni sinif otağında. Ona görə biz bunun içində olduğuna görə müəllim in yazırıq. Biz bilirik ki, ondan sonra burada in varsa deməli z-ni də yazaq. In, z, classroom deməli bizim burada z artikelımızdan artikeli rahatca işlədə bildik. İndi məsələn biz z-arla deyək. Stolun üstündə 5 kitab var. Z-ar, burada 5 kitab olduğuna görə 5 book deyənməli yaxı. Çünki book cəmlənməlidir. Qabağında 5, yəni 5 dənə kitab var deyəndə, yəni 5 books. Axırına apostrof axırına s artırmalıyıq. Sonra demək bu bunun içində deyil də, yəni üstündədir. Üstündə onunla nə qoyuruq? 10. Olur orada da 10 z table. İndi keçək ikincinə. Demək z-dən z-arın sual cümləsində islə ar z-dən qabağa keçir. Olur, z-is olur is-zəyə. Sonra z-yə ar olur, ar-zəyə. Deməli, amma bunların inkar cümləsində isə z-isdən sonra, z-is və yaxud z-ardan sonra not istəciyi artırılır və bunu qısaca deyə bilərik ki, z-isn't ya da z-is not. Deyə bilərik ki, z-aren't
ya da deyək ki, Zərə Arnold. Məsələn, deyək ki, sual cümləsində İzzəyə gördünüz, sualın bir deyək ki, sinif otağında bir müəllim var. Yəni bizdən soruşur ki, bu sinif otağında bir müəllim var. Məsələn, bu bilmir də, bir dənədirmi, 2 dənədir, 3 dənədirmi, bəlkə çoxdur. Hə, onu bilmir. Ona görə soruşur ki, sinif otağında bir dənə müəllim var. Deməli, bunda da qursaqçı sualı ola bilər. İska keçdi Z'nin qabağına. Burada da dedi ya, burada is bu olanda en artikla qoyuruq teacher'in qabağında. Teacher, in Z, yəni onun içində olduğuna görə in Z, classroom, yəni sinif otağındadır. Sinif otağındadır, yəni bizdən sual soruşur. Bunu iki cür deyə bilərik. Yes, there is, ya da yani burada bizden deyək ki, yəni deyək ki, düz deyirsən. Burada bir müəllim var. Amma yox. Yəni demək istəyirsən ki, yox, burada səhvdir. Yəni burada bir müəllim yoxdur. Onda deyirsən ki, no, there isn't. Yəni deyir ki, isn't da olar, is not da olar. İndi keçək başqa bir yerinə. Zero ilə başlayan cümlələrin inşar formasında no ilə də düzələ bilər. Məsəl üçün, there is no teacher. Burada en artikli yazmam. Niyə? Çünki axı burada no var. Biz də öyrənmişik ki, biz kolejində öyrənmişdik ki, biz question'da öğrenmiştik ki no'dan sonra gelmez, en gelmez, z gelmez, no gelmez, sam gelmez. Deməli, no'dan sonra mütləq isim gəlməlidir. Burada bir dənə istisna sözlər var. Hansı sözlərdir? Yəni, no'dan ismin arasında təkcə sifətlər gələ bilər. Çünki biz bilirik ki, sifət isim deyəndə də biz ismi nəzərdə tuturuq da. Ona görə bayaq mən başlayanda dedim ki, sözün axırına da baxıb yaza bilər. Yəni 3 dənə ismi ardıcıl verir. Ondan sonra da bu 3 ismə aid olan bir şey verir. Məsələn deyə bilər ki, bizim cədvəldə məsələn riyaziyyat, fizika, kimya dərsləri var. Onda da deyə bilər ki, zero are, math, physics, chemistry, lessons, on, və timetable. Burada biz İndi burada sual verib. Burada da zerəsindən zərarın ən mühüm qaydası. Yəni bunu tapmağın elə bir qaydası yoxdur da. Yəni ən çox tapılan şeyi, yəni belə 3 dənə 4 dənə olanda bunun tərcümədir. Tərcümədə də deyəcəyik ki, zərar məs. Bunu dedik. Deməli biz burada məsə, physics-ə, testmersə, yoxsa lessonsa baxacağıq. İndi bilmirik. Onda indi tərcümə edirik. Elə bir siz də bu sözlərin mənasını öyrənməlisiniz ki, ana deyəcək, imtahanda yaza bilərsiniz. İndi başlayaq məsələn. İndi deyirik ki, burada biz də deyək ki, bizim cədvəldə riyaziyyat, fizika, kimya dərsləri var. İndi burada bu dərslərə sual veririk. Bizim cədvəldə hansı dərs var riyaziyyat? Bizim cədvəldə hansı dərs var fizika? Deyə bilərik bizim cədvəldə nə dərs var? Elə deyəmirik axı. Biz indi sual verir. Bizim cədvəldə hansı dərs var? Kimya. Ona görə də burada biz lessonsa baxıb yazacağıq. Ona görə də olacaq zero are. Amma burada lessons olmasaydı, yəni bizim cədvəldə riyaziyyat, fizika, kimya var desəydik, yəni zero is, math, physics, testmis, on, və timetable. Biz burada məsə baxıb yazacaqdıq. Biz niyə? Çünki burada deyəcəyik ki, bizim cədvəldə nə var? Riyaziyyat. Bizim cədvəldə nə var? Fizika. Bizim cədvəldə nə var? Kimya. Ona görə də deməli burada demişdik ya, bizim cədvəldə fizika, riyaziyyat, fizika, kimya dərsləri var. Deməli biz burada da ona görə cəm götürük ki, burada lessons cəmdəydi. İndi keçək qaldığımız yerdən. Deməli, demişdik ki, indi bu no formasından da düzələ bilər. İndi deyək, məsəl üçün, islə olanı zero is, qoyun birinci tərcüməsini deyək, sinif otağında